Çıxartma. İçində qalın qalsın. Bunlar biraz səfə yemək qoy qalsın, bu dəymir. İçin qalın çıxartma. O oğlanlar çox səhv eləyiblər, eybi yox. İndi uşaqlardır da, biri nazik götürüb için, biri qalın götürüb. Uşaqlardır da. Hə. Bir qaşığı var. Bax. Bax belə. Qabırsan bunu. Bunu çox qal. Al indi elə bunu. Al indi bunu elə. Bax görürsünüz, indi tələbələrdir da, bilmir, birazın içini nazik yeyiblər, eləsin qalın yeyiblər. Mən bunları azad bıraxıram ki, öz işlərinə. Bunu mən bilirəm. Əgər bunu mən eləsəm, onlar eləməzsə, onlar öyrənə bilməzlər. Olacaq, mən bıraxıram onların ixtiyarına ki, qoy eləsinlər, öyrənsinlər. Çünki onlar bura gəlmə öyrənməyə. Elə mən eləyim, onlar baxsınlar, da onu nə öyrənəcəklər? Yəni, mən heç vaxt eləmirəm. Mən eləyirəm, tələbələr öyrənir. Burada biz dolma büşdük. Bizim bir tələbəmiz getdi, çox ağır da dolmadı, çətin də dolmadı. Bizim Azərbaycan mətbəximizə aiddir, milli mətbəximizə aiddir, pip dolması. İnanırsınız, Pakistanlı bizim tələbəmiz var. Hə, yemi sənə gördün nə dadlıdır. Dünənləri onu bir də biz büşürdük. O gedib axşam bişirib, mənə şəkilini atırdı. Buludda ki, müəllimə çox sağ ol. O qədər gözəl büküb, elə bizə Azərbaycanlı bükübdür. Yəni, mən buraxdım dünən, onu qızların ixtiyarına, tələbələrin ki, dolmanı qoy özləri büküsünlər. Mən onu bilirəm. İnanırsınız, o qədər gözəl bükmüşdü ki, əhsən dedim sənə, bunu yaxşı təmizləyin. Elə eləmirlər, elə götürürsən də buradan qəşəng, içi çıxır, rahat içi çıxır. İndi bunun içinə, orada qıymamız qaynayır, soğan tökmüşük, orada gerici qırmızı bibər, yaşıl bibər, sarı bibər, bir də bu abratını ətinlə qarışandan sonra bunu doldururuq badımcanların içinə pendirlə. Qoyucu tuxovkiyə, xoş gəlmişsən. Hə, belə. İndi bu qalsın, indi prosesə keçərsiniz.